Gərginlik relesi. El arasında buna faza qoruyucu da deyirik. Müxtəlif formalarda, müxtəlif firmaların olsa da, iş prinsipi hamısında eynidir. Təsəvvür edin ki, 2 dənə rozetkadır. Biri bizdədir, biri qonşudadır. Qonşu fazanı A nöqtəsindən götürüb, biz fazanı B nöqtəsindən götürmüşük. Amma 0 hər ikimizdə eynidir. Bu zaman rozetkalarda gərginliyi yoxlasaq 220 volt göstərəcək normada. Əgər hansısa səbəblərdən 0 xətti kəsilsə, şəkildə gördüyünüz kimi və qonşu istənilən bir texnikanı rozetkaya taxsa, bizim rozetkada 410 volt təxminən belə göstərəcək, yəni 380-dən çox. Bu gərginlik isə evdəki bütün texnikaları sıradan çıxara bilir. Və yaxud da biz istəmirik, evdə hər hansı bir yüksək cərəyan tələb edən texnikalar qoşulsun. Bu zaman bizə faza qoruyucu lazım olur. Faza qoruyucu həm voltaja limit qoyur, həm amperaja. Məsələn, voltaja yuxarı limit qoyuruq 250, aşağı limit qoyuruq 200. Yəni, voltaj 250-ni keçdikdə faza qoruyucu xətti bağlayır. Və yaxud da voltaj 200-dən aşağı düşdükcə 180-170 olduqda xətti bağlayır. Bundan əlavə, amperaj deyək ki, limit qoymuşuq 10 amper. 10 amperdən yuxarı qalxanda gərginlik, daha doğrusu cərəyan, yenə də xətti bağlayır. Və bütün bunlardan sonra əgər həm gərginlik, həm cərəyan normaya qayıtdıqda, yəni bizim qoyduğumuz limitə qayıtdıqda, yenidən xətti qoşur. Və yenidən xətti neçə saniyəyə qoşur, onu da biz təyin edirik. Bu yandırıb söndürən düyməsidir. Bu set düyməsini tutub saxlamaqla biz keçirik limit qoyma prosesinə. Bir dəfə tutub saxlasaq, up yazılacaq, yəni üst limit. Bura qoyuruq biz 250 volt. İkinci dəfə tutub saxlasaq, LO, low, yəni aşağı limit. Alt limitə qoyuruq 200 volt. Mən qoyduğum limitlər nümunə üçündür, çünki bunu istəyinizdən asılı olaraq qoya bilərsiniz. Ora 200 də qoya bilərsiniz, 180 də qoya bilərsiniz, üst limiti 260 da qoya bilərsiniz və bu limitləri aşağı-yuxarı düymələrini sıxmaqla qoya bilirsiniz. Növbəti dəfə set knopkasına basdıqda o C, yəni maksimum amperajı qoya bilirik. Nümunə üçün deyək ki, 10 amper qoyduq. Daha bir dəfə set knopkasını basdıqda T hərfi gələcək. Bu saniyələrdir, vaxtdır. Yəni deyək ki, gərginliyi qoyduğumuz limiti keçdi və relé xətti bağladı. Bu saniyə onun üçündür ki, neçə saniyədən, neçə vaxtdan sonra relé yenidən xətti yoxlasın, gərginliyin normaya gəlib gəlmədiyini öyrənsin. Gərginlik normaya gələndən sonra, deyək ki, mən 7 saniyə qoymuşam şəkildə. 7 saniyədən sonra bir də xətti yoxlayır. Əgər gərginlik normaya gəlirsə, xətti qoşur. Normaya gəlmirsə, yenidən 7 saniyə gözləməli olur.